qınıyaq. Mən onun tərəfdarı deyiləm, salam əleykum. Yəni, biz duraq, əhalimizi, insanımızı qınıyaq. Deyək ki, biz eləyirik, yollar körlüyür. Yox, qınamayaq. Edək, o da aparıb həyətində gələcəksə, bir dəfə, ikinci dəfə artıq o müəyyən ictimai qınaq alacaq, deyəcək ki, bu küçədədir, bunu çıxartmaq olmaz filan. Və o növbəti dəfə onu etməyəcək və başqaları da etməyəcək, yollamayacaq. İnanın ki, mənim həyətimə Novruz bayramında uşaq atmış, uşaq çıxanda həyəti tarmar edir. Tarmar, elə bil ki, həyətə bir dənə naxır verir. Bəs o uşaq mənliyini anlamadı da. Gəlir uşağını götürür, gedəndə də bir 5 dənə yolkanın başını 1 metrlik ölçüdən qırır. Dipçəkləri atırdır, aslan aşağı, qırır. Bilirsiniz necə? Elə bil ki, qısas alarmış kimi də. Mənim bir yaxın qohumum gəldi sabah bayram səbəbindən bayramlaşmalar. Yox, burada başqa səbəb var. Bilərəkdən eləyib, deyirəm, ay qardaş, yox, uşaqdır, anlamdır. Yəni, biz anladıq, anlamayana da başa salaq ki, hükmək olmaz, zibilləmək olmaz, qırmaq olmaz. Bu fəaliyyətlər icra olunduqca və onu, belə deyək, sorumlu olan, emincə olanda daha fərqli olacaq. Bir hüquqi şəxs olacaq, o onunla bağlı müraciət edəcək. Məsələn, Rəmal bəy kəndidir, icmasıdır, mütləq müəllim o termosu harada olsaydı, şəraiti olmayan bir məktəbdə işləyirdik, o termosu çayla doldurub gətirməlidir. Çox belə cavan, həm də eyni zamanda intelligensiyası olan bir insan idi. İndi də həmin o yarı yaraşığın Allah nəsib eləyib ki, saxlayıb üzərində. Amma mənə həmişə qarşı eləyirdi. Deyirdi, gedəsən, gəlməyəsən. Necə gedəsən, gəlməyəsən? Həmin gedəsən, gəlməyəsən. Amma heç tutmurdu qarşı. Bu bir giriş kimi sizinlə sizin icmanızı az-çox tanıdığım üçündür. Biz sizin icmanızla iş görmüşük. Mən buradan təşəkkür edirəm Lətif müəllimə. Lətif müəllimlə də bizim fəaliyyətimiz olub, Avropa İttifaqının layihəsi olub və biz o layihəni təəssüf ki, təşkilat olaraq ölkədən hal-hazırda o fəaliyyət yoxdur, amma biz həmin layihəni də öhdəlik qoymuşuq. O sosial sahibkardır. O sıradan bir sahibkar formalaşmayacaq. Rayon adam olacaq o? Bəli, artıq layihələrə cəlb olunub, kəndin adamları. Kəndin adamları da 8 kəndin içindəndir. Bilirsiniz necədir? Sosial sahibkarlıqla MMC deyəndə hamının təsəvvüründə hüquqi şəxs yarandır. MMC-nin əsas məqsədi pul qazanmaqdır. Belə, yəni ilk budur. Amma sosial sahibkarlıq deyiləm. Düzdür, Azərbaycanda yeni yaranır sosial sahibkarlıq. Sosial sahibkar olmaq üçün insanın qəlbi lazımdır. Birinci qəlb işidir o. Çünki qazancının 30-40%-ni yenidən həmin fəaliyyətə oturtmalıdır. O, ilin sonunda gəldi, hesabatımı verdim, gəlirimi müəyyənləşdirdim, vergimi verdim. Bu qazancımdır, mən bunu çıxardıram, nə məqsədlə istifadə edirəm, o başqa. Amma sosial sahibkar həmin əldə olunan gəlirin nizamnamə tələbinə görə 30 ya 40 mı, 50 mi, bəlkə 20 mi o qədər vəsaiti yenidən geri dönüş edəcək. Ona görə düşünməyək ki, bunu işlədən sahibkar sabah elə mən verəcəm, gələcək elə yalandan zibili toparladı, çıxdı, getdi, ailə bilim bu həftə gəlməyəcək, gələn həftə gələcək. Yəni belə şey olmayacaq, çünki o sosial sahibkar olaraq bu işi görmək öhdəliyindədir. Bizdən məndən ötürmək istədiyim informasiya bu qədər. Allah yaxşı, mən də icazə söz deyim. Bizim kənddə əslində, o bəlkə başqa kəndlərdə nəzərdə ola bilər, yanlış müqəzinətə. Bizim kənddə burada, sağ olsun, baxmayın, hamısını bilərdən burada elə bir adam yoxdur ki, öz həyətindən başqa, həyətindən başqa yolun kənarında hələ 3-4 dənə, məsələn, son zamanlar kəndimizdə Xançınarcaq biraz çox yarmışıq. Nümayəndənin həyətində 10 dənə Xançınarcaq. Yəni, elə bir adam yoxdur ki, həyətindən qırağa yaşlığa çəkməsin, ona su dökməsin, qulluq deyirlər, təmizlik deyirlər, hətta heç kəs su ağzından çıxarıb oğlanır. Məsələn, burada
bələdiyyə köməyi ilə 40 sot deyək də, 40 sotda 200 ədəd orada şam ağacı əkdir, də gördük. Ona elə ümumi cəmaatın köməyi ilə, istifadəsi ilə, orada işçi yoxdur, əməkli yoxdur. Ümumi elə köməklə onlar məsələn qorunur. Mən bu işi dəstəkləyirik, hamımız. Məsələn, Əlövsət müəllim, elə o icma rəsmiyyəti olmasa, qeyri-rəsmi bir küçədə, məhəllədə təmizlik işi yaradır. Məsələn, onun iştirakı ilə küçə su çəkilib, ömür boyu orada su olmayıb, nasos öz adına, yoldaşına nə yaradır? Yəni, onun hamı ondan razıdır ki, 4 günlük küçə oradan sonra su götürür. Hardan gələcək? İndi bu təmizlik işi də o bir kətlərdə təzə başdan xırmadan böyük deməcə yanmışdır. Biz onu çox dəstəkləyirik. Şor kollektorları qazılır, mən də işləmişim, görmüşəm. İnsanlar daşıya bilmir, aparıb tökür ora, görürsən orada yaşayan insan narazıdır ki, orada ifunət yaranır, haqlı narazıdır, çıxış yolu yoxdur. Zibil tökülür küçəzədə, qonaqlara qalırkəndə dəfələrlə olub. Özümüz getmiş, təmizləmişik ki, yasdır, hüzürdür, respublikada hörmətli insanlar gəlir. Gəl burada keçində görürəm, zibilxana içindən keçsin. Məcbur olmuşuq, onu gecə ilə nə yolunası təmizləmişik. Amma bunlar yaransa, həm evimiz təmiz, həyatımız təmiz, məhəlləmiz təmiz. Bizdə bir dünya sivilizasiyadır bu, təmizliyə sivilizasiyadır. Bu, özü getdikcə qlobal istilər yaranır, hamısı xəstəliklər yaranır. Təbii zibil töküləcək, 2 gün ötürü xəstəlik mövcud. Amma o götürüləndə abad olacaq. Mən də təklif edəcəm. Hər o zibil tökülən məhəllə vardır, çökək var da. O ağacdan gətirib onun yerinə 2 dənə əkəcək, oranı yaşıllaşdıracaq. O abad olsun. Özü hamı da mənə eminəm ki, burada yığılanlar, bunlara heç kəs məcbur deyil. Onlar hamısı ona razıdır ki, küçədə təmizlik olsun, ağac əkilsin və ictimai iş. Evimizin qarantını almalıyıq əslində. Çox sağ olun Ataman xanım. Bu çox gözəl layihədir. İnşallah bir-birimizə dəstək verib bu layihəni həyata keçirəcəyik. Bu məişət bulantılarının daşınması çox lazımlı bir işdir. Bütün sakinlərimiz, bütün kənd bu işdən əziyyət çəkir. Ətraf mühit çirklənir. Yəni, ərazilərimiz bütün məişət bulantıları ilə, salafanlarla, belə çirklənmə çoxdur. Yəni, bu təşkil olunsa, yəni biz də əlimizdən gələn nə dəstək varsa, ona köməklik verəcək, həmçində bizim sakinlərimiz. Yəni, müqavilələrin bağlanması, vəsaitin yığılmasında əlimizdən gələni edəcək. İnşallah, inşallah. Yəni, biz ümidli olmuşuq ki, bu layihənin hazırlanmasında biz bugün görüşmürük. Bir il bundan qabaqdan artıq o vaxtı Lətfi müəllim idi icma rəhbəri. Yəni, biz o vaxtdan bunu arzuluyuruq, amma arzulamaq hər şey deyil də, gərək bu gedər, təsdiqini tapmağa gəlir. Düzdür, biz çox şey arzuluyuruq, amma arzuladığımızın bir hüquqi forması tənzimlənməlidir. Ona görə bu layihəni hazırladıq. Bir il bundan qabaqdan gedən söhbətlərin sonucu olaraq bu layihəni icra edirik və həmin hüquqi şəxsin formalaşması da gələn aydan olacaq. Düşünürəm ki, çox yox, uzaqda bir 2 aydan sonra biz müqavilə şərtlərini, yəni sözləşmə sənədlərini konkret biləcəyik ki, bu ailə ilə biz artıq müqaviləmizi bağlamışıq, 500 yerimiz var, 500 müqaviləmiz var, 500 o kənddən artıq biz həmin komandanı işə çıxarda biləcəyik. 835, 850 evdir, amma mən elə biləm ilkin mərhələdə onu bir 600-ün cəlb edə biləcəyik. Çox böyük rəqəm. Sakinlərimizdə də maraq var, yəni çox adam istəyir, bütün küçələrin ağsaqqalları çox müraciət olunur. Sadəcə bunu təşkil edə bilmirik. Təşkil olunsa, elə biləm, nəticəsi olacaq. İnşallah. Yəni, bilirsiniz, Rəma bəy, burada nəzərdə tutulan fəaliyyət tək məişət tulantısının toplanması deyil də, artıq o təşkilat öz üzərinə, belə deyək, abadlığın təşkil olunması istiqaməti fəaliyyətlər də, təşəbbüslər də. Bunlar artıq təlim gedişində özləri geçikcə belə sevə-sevə qoydular ki, biz tinklik yaradarıq. Tinklik, əgər bir ağacı 10 manata, 5 manata alırsa, emincə onu çox ucuz qiymətlə, çünki özü istehsal eləyəcək yaxlar. Ona hansısa bələdiyyənin bir münbit nə bilim, 2 sota, 3 sota biz ona münbit bir şəraitdə yer yarada bilsək, indi o da irədəki bir 3 sota yerdə o gözəl tinklik yaradar və bu 8 kəndi kifayət qədər ağacla, gülla təmin edə bilər. Bəzən deyirlər ki, mən keçəm çıxardım, ayaqüstə durur, çox xaşırım. Mən xarakter olaraq beləyəm, yəni təlim gedişatında ayaqüstə qalmır. Siz ayaqda qalmır.
deməli, deyirlər ki, Ağarkət kəndində dedilər ki, biz əkəcəyik, çıxardacaqlar. Qoy çıxartsın. Bir dəfə çıxaracaq, bir dəfə aparacaq, biz yenə də onun yerinə aparıb yeməyəcək, aparıb o da həyətində əkəcək. Qoy əksin. Eyb yox. Biz əkəcəyik, o da onu çıxardıb, aparıb əkmək istəyir, amma bir dəfə çıxaracaq, ikinci dəfə o qardaşım onu görəcək, ictimai qınaq eləyəcək. Artıq ikinci dəfə onu çıxartmayacaq. Burada yaratmağı keçəndən istəyirdik. İndi məsələn, belədə əsgərə var, aşağı bölüm olan digər belədə. Məsələn, burada yaranmış, orada yaranmış, o da düz olmasın. Amma bəzi yaxşı ki, bu heç bu xətlə yox, qeyri-hökumət təşkilat xətlə yaranır, o iş təşkil olunur, götürülür. Bunun kimi təşkil olunur, biz də bu kənd adamları ona dəstəkçilik. Təbii sonra özü deyərsə, kömək edir. Birinci növbədə keçərik, bu asfalt yolu üstündəkilər, sonra məhəllələr, onsuz bizdə küçələr hamısına tam hər bir nəqliyyat vasitəsi gedib burada dönüb gəlmək imkanı var. Hələ bizim kənddə son zaman bu işğalına başa çatdı. Bir 425 an paslandan sonra biraz bəzi şeylərin qarşılanır. Bir sözlə, mən də kimin sözü var deyə bilər, mən əminəm ki, biz o işə dəstəkləyirik, onu dəstəkləyəcək, kömək edəcək, Allah'a ki, onu baş tutacaq. Bu qədər. Apostollar gözəl buyurdu. Mən bu dəqiqə iş vaxtıdır. Onların çoxları bu çox vaxtsız almaq istəmirəm. Apostollar deyir, bizim kəndə Abbasov bilirsən ki, fərqlidir. Məsələn, doktor Qarın qardaşı rəhmətə gedərsə, Abbasov, doktor Qarın qardaşı rəhmətə gedir, Bakı şəhərindən qonaqlar gəldi, gecə dəfn edir. Baxdılar, dedilər, bu kənd deyil, şəhərdir. Gör necə o, məsələn, Qəbirstanlıqdan yaranan şəraiti, Abbasov özü bilirlər kimlərlə, ad deməyə ehtiyac yoxdur. Yəni, çox gözəl baxdılar, elədilər, nə gözəl olar, yaşayırlar, o doktor qardaş. Qaldı ki, bu tədbirinizi mən də dəstəkləyirəm. Rahman qardaş dedilər, bax, düz almaq istədirəm, çox sağ olun. Deyincə, bizim Qısada bir söz deyim, hamı da bizim, hamımız bir adam. Allah'ın köməyini, ayda 25 man internet ödeyirik, 2 dənə provider xidmət edirik. Kabelləşmə tam başa çatıb kənddə, işıq sönmədən, yəni kim istifadə veririk. Digər məsələlər, indi o 2-3 manat, əslində o, yəni çox böyük bir işlik, Allah sizə də kömək olsun, dəstək olsun. Bu işə görə hamısı sizə minnətlər. Sağ olun. Çox sağ olun. Biz təlim üzrüsən, təlim gedişində o təlimçi çox gözəl, belə deyək də, o işçi qrupunun hazırladığı müddətdə mən də müşahidə elədim. O məişət tullantıları haqqında danışdı. Təbii ki, mənim bir ildən çox bu məsələni araşdırıram və onlar mənə tanış sərmədi, amma burada da təkrarlayım onu. Məsələn, yanmayan tullantılar var. Heç biz həyətdə yandırsaq da yanmır. Məsələn, pampers elə bir məhsuldur ki, onu biz həyətdə yandıranda da bunu yandırıb yekunlaşdıra bilirik. Yəni, elə şeylər var ki, bunlar su hövzələrindən, bizdən aşağıda yaşayan insanlar var. Yəni, biz zaman onlar, elə bil ki, informasiya onlara da gedəcək ki, mən bunu suya atmayım, yığım. Yəni, bu və ya digər formada o hələ də ki, belə deyək, el arasında bir ifadə var, kal insan. Var da, kal insan var, 50 dəfə deyirsən, yenə də adını su ölçənlər var. Cəlmə elə belə gəlmir ki, mən durduq yerdə mənə cəlmə gələsidir ki, mən düzgün əməl etməyəcək, təbii ki, mənə cəlmə də gələr, elə bir qeyrisi ola bilər. Biz indi cəlmədən başladıq, yaxşı hal deyil, ancaq biz heç əliyə gedib çıxmamaq şərti ilə öz işlərimizi görərik, kəndimizin abadlığı, düz deyil, bizim Muğan elə bir şey, torpağı ilə bir tipimiz var ki, ayın 13-ünə qədər qəşəng yağmurlu hava idi, ətraf güllər, çiçəklər çox canlıydı. 3 günün günəşi boğurdu. Yəni, Muğandır da, biz Muğan amma yaşamaq üçün digər dağ rayonlarına çox-çox yaxşı yerdir. Çünki uzun qışın faciəsiz yaşamır. Həmin özür istəyir başlayır. Bizim zonada ona görə ki, Lənkəran masalı zonasında revmatizm güclüsən, həmişkənlik var. Bu Ləsovat rayonu onlarda fərqlidir. Yaşamaq üçün ən gözəl yer rayonu. Ən gözəl yer. Aylət var. Hələ də 2 aydır. O ayrı məsələ. Bir 2 ay nəzarət eləyə bilsək, suyumuz olsa, yəni o əməl etsək, çoxlu yaşıllıq əksək, bizdə də həmin o ağır fəsadlar olmaya bilər. Yəni, iqlimə davamlı ağaçları əksək daha. Baxın, yəni araşdırmaların nəticəsi olaraq mən məsələn Biləsuvar'a gələn il inşallah çox yaxşı ağac kolları gətiriləcəm.
Atriplex cellulus adı kollarıdır, bitkisidir bu. Gəncədə artıq ona artırıblar, Anar müəllim var, orada seleksiyaçı alimdir. Bu, şoran torpaqlarda bitir, şoranı təmizləyir. Heç vaxt o kola su vermirsən, sadəcə əkəndə can suyu verilir. O ağacın kötüyündə beləcə bir kökümsov torpağın altında yaranır. Payız və qış mövsümündə o suyunu yığır və isti yay havalarında o sudan bəhrələnir. Ağacı 25 dərəcə şaxta, 52-55 dərəcə istiyə dözülür. Yəni, biz maraqlı olan o təşkilat ki, qururuq, o təşkilat bunları gətirəcək və inanın ki, mən əminəm, əhalimiz onu 5 manat da olsa, 10 manat da olsa onu alıb əkəcək. Çünki daimi yaşıl, heç bir xidmət qayğı istəməyən, heyvanın da yediyi vaxtı yonca kimi 3 dəfə böyüyə bilən ağac olur. Bundan yaxşı bir şey var. Yəni, bunu biz öz ərazimizə niyə gətirək tətbiq eləməyik? Sonra o ağacı